Partnyorum məni o qədər idarə edir ki, özümü bu həyatda ən əhəmiyyətsiz insan hesab edirəm, heç nə edə bilmirəm. Əgər o məni idarə etməsəydi, dağılardım. Deyir ki, səni tək qoysaydım, hər cür axmaq şeylər edərdin və s. Hə, bu həm asılılıqdır. Həm asılılıqdır. Yəni ki, iki partnyor arasında. Bu nədir? Mən olmasan, sən heç olub gedərsən. Bu yanlış bir inancdır. Əslində o insan olana qədər, o insan həyatınıza gələnə qədər, bəlkə o insan həyatınıza gələndən sonra sizdə bir çox şeylər yaxşıya doğru dəyişib. Ola bilər həyatınızın çətin dönəmində rast gəlmisiniz ona, o da çətin bir şeylərdən sizi tutalım qurtarıb, bir şeylərdən sizi uzaqlaşdırıb, ola bilər. Amma sadəcə o dönəmdə ola bilər rast gəliblər, amma sizin həyatınızda çətin, siz nə vaxtsa özünüz də bu həyatı yaşamısınız da o insan olmadan. Bu çox yanlış bir inancdır ki, kimsə olmasa mən yaşaya bilmərəm, o olmasa mən dağılaram. Bu uşaq pozisiyasıdır. Bu nədir? O konkret sizin için anadır. Ana məni sevgisi ilə, nə bilim, ana sütü ilə, hər bir şeylə məni bəsləyir, qucağına götürür. Yəni məni ana partnyor burada sizdə ananı əvəz eləyir. Təmiz. Yəni o olmasa mən bataram. O ancaq körpə uşaqda bu var. 3 yaşda, 5 yaşda, 7 yaşda uşaq düşünəndə ki, anam olmasa, atam olmasa, uşaq panikaya düşür, düzdürmü? Yəni burada sizdə hələ ki yetişkinlik yoxdur. Hələ ki burada psixoemosional olaraq insan yetişməyib. Hər bir insan kim deyir ki, o olmasa mən bataram, mən məhv olaram, mən dağılaram. Burada insan ola bilər lap 50 yaşı var. Ola bilər 30 yaşı var. Amma hələ tam yəni individuasiya baş verməyib. İnsan tam formalaşmayıb, yetkin bir şəxsiyyət kimi. Vəssalam. Bu %100 belədir. O olmasa mən dağılaram deyirsə insan. Çünki baxın, mən sizə belə bir nümunə deyim də, görmüsünüz özünüz internetdə hələ, YouTube-da olsun, çox yerlərdə. Bax, insanlar var ki, bu dünyaya iki qolu olmadan gəlib bu dünyaya, ya ayaqları olmadan. Və görürsünüz ki, bir neçə peşəsi var, pulunu qazanır, özünü idarə edir, maşın sürür bir də görürsünüz. Nə bilim, nələrlə məşğul olur, uşaqları da var. Bu insan bunu demirsə, kimsə olmasa mən dağılaram. Tam təndürüst olan insan, əli, ayağı, hər şey yerində olan insanın deməsi. Başa düşürsünüz, bu artıq siz o cür hiss eləyirsiniz. Mən başa düşürəm, siz onu hiss eləyə bilərsiniz. Bu çox mümkündür. Zamanında mən onu hiss etmiş bir insan kimi bilirəm. Zamanında mən elə düşünürdüm ki, o insan olmasa mən yoxam, mən dağılaram, gedərəm. Bu asılılıqdır. Bu duygusal, emosional asılılıqdır. Bu həm asılılıqdır. Bu belə bir şeydir. İnsan həqiqətən də ona inanır. Doğrudan da o insan hələ bir müvəqqəti sənin yanında olmayanda, həyatında olmayanda sən nə yerdə olursan, nə göydə olursan. Bu artıq daxili bir boşluqdan irəli gəlir. Yəni səbəbləri çoxdur bunun. Travmaların səbəbi travmalardır. Tərk edilmə travması, seçilməmək travması, bu travmalardan irəli gələn bir şeydir mütləq ki. İndi bunu da deyim ki, siz deyirsiniz ki, yəni o insanlar hansı ki görürsünüz, fiziki bir qüsurla gəlib də bu dünyada ya da yoxdur, tutam əlləri yoxdur, ya ayaqları yoxdur və həyatlarını, özlərini də tam idarə eləyirlər. Yəni nə bilim, əməlli başlı işləri, gücləri, qazancları, evlə, hər şeyi idarə eləyirlər, hər şeyi idarə edirlər. Yəni ki, onda baxanda görürsən ki, bu sadəcə hissdir. Bu bir duyğudur ki, mən bunu bacarmaram, o insan olmasa bacarmaram, dağılaram. Əslində bu reallıq deyil. Reallıqla əlaqəsi yoxdur bunun. Biz deyəndə ki, o insan olmasa mən... Sən onu hiss eləyirsən, amma real olaraq sən yaşaya bilərsən. Real olaraq sən mövcud ola bilərsən bu dünyada. Və real olaraq sən bu asılılıqdan da zaman içində qurtula bilirsən. Qurtula bilirsən. Yavaş-yavaş həyatının mərkəzinə özünü qoyaraq, bu çox ağrılı prosesdir. Bu çətin prosesdir. Bir insan öz içində dəyərini azaltmaq. Onun dəyəri sənin gözündə dağlar, göylər qədərdir və onu azaltmaq asan deyil. Çox vaxt alır, çox incə işdir, ağrılı işdir, ağrılı prosesdir.
Və demək olar ki, hər gün, hər saniyədə olmasa, hər dəqiqə demək olar ki, bəzən onun üzərində işləməli olursan, bəzən. Amma bu insanın bu böyük bir ehtiyacdır. Emosional, duyğusal asılılığı varsa, çox böyük ehtiyacdır ki, o asılılıqdır da bu, adı üstündə asılılıq. Asılılıq insanı məhv edir. İstər içkidən asılılıq olsun, istər şopagalizm olsun, istər işkolik deyirlər. Yəni ki, istər sən bütün gününü işə verirsən, gücünü, yəni ondan asılsan da, hə? Bütün vaxtı işləyirsən, nəyə görə sən bir şeyi özündə unutturmaq istəyirsən? Sən bəzi hissləri hiss etməmək istəyirsən. Asılılıq, hər bir asılılıq odur. Maddədən aslı ol, oyundan aslı ol, insandan aslı ol. Səndə burada həmin o maddədir, insandır, içkidir, siqaretdir, alış-verişdir, o yeməkdir, yeməkdən asılılıq. Onlar olmadığı halda, o asılılığı sən götürəndə, kənara qoyanda, sən çox böyük boşluğa düşürsən. Sən elə hiss edirsən ki, özünü heç nəyə tutuna bilmirsən, heç nəyə tutuna bilmirsən. Hər şey sənin əl barmaqlarının arasından hələ bir qumu götürərsən, qumu necə barmaqların arasında insan süzülər gedər, su necə gedər. Onun kimi hələ bir nəyə tutunursansa hər şey gedir. Asılılıq elə bir şeydir. Ona görə asılılıqdan qurtulmaq asan deyil. Ona görə həqiqətən hər insan onu bir dəqiqəsiz bacarmır. Asılılığa qayıtmaq da mümkün olur, bir də görürsünüz. Amma yəni asılılığa qayıtmaq da ondan olur ki, hələ bil sən yenə də inanırsan ki, yox, mən hələ buyam, mən belə insanam. Məndə bu var, mən bununla heç nə edə bilmirəm. Bu məndə daxilimdədir. İnsan inandırır özünə onu. Asılılığın ən birinci səbəbi odur ki, insan özünü eşitmir. İstəklərini nədən asılısansa onunla bağlı yox. Maddə falan, içki, istək onunla bağlı yox. Başqa nə istəklərin varsa, onların heç birini sən nə görürsən, nə eşidirsən, hiss eləsən belə sənin hansı istəklərin, arzuların var. Hə? Cürəbəcür. Sən onları tüfürürsən, ancaq tutunursan, asıllığın nədəndirsə ona tutunursan. İnsandırsa insana. Sən bütün geri qalan nə ehtiyacların varsa, hamısına hələ bir xətt çəkirsən. Və hələ bilirsən ki, ehtiyacın ancaq bu insandır. Və bu insan olmayandan sonra o ehtiyaclarını axı ödəmirdin, qalırsan boşluqda. Öyrənməmsən axı onları ödəyəsən. Onları da ödəmirsən deyə ac kimi qalırsan. Ac, susuz, havasız, nəfəssiz. Çünki alışıq deyilsən özünə həqiqi mənada qayğı, sevgi, diqqət. Yəni bu boş sözdür belə baxanda da mən deyirəm diqqət, qayğı, sevgi. Amma bunları doğrudan eləyəndə hər gün sən dolursan. Sənin necə deyim sizə? Bəslənirsən də. Sən bəslənirsən. Sənə yavaş-yavaş can gəlir. Belə deyək, həqiqi mənada sənə yavaş-yavaş can gəlir. Sən yavaş-yavaş hələ bir gözləri aça da bilirsən, yavaş-yavaş nələrisə görməyə başlayırsan, işığı, həyatı, güllərin iyinin, xoş iyləri falan hiss etməyə başlayırsan. Hiss edirdin onsuz da. Asılılıq olanda da hiss edirdin. Amma əhəmiyyət verə bilmirdin. Çünki səni çəkmirdi, çünki sənə ləzzət vermirdi. Asılılıqdan qurtulandan sonra yox. Asılılıqdan yavaş-yavaş qurtula sən paralel olur da. Paralel bu azaldıqca burada həzlər, burada bəzi şeylər hiss eləməyə çoxalır. Nələrdənsə həzz almağa yavaş-yavaş başlayırsan. Çox maraqlıdır, çox maraqlıdır. Bacarandan sonra o qədər fərəh hissi gəlir ki, o qədər qürur duyursan özünlə ki, bacaranda, bu asılılıqdan qurtulanda. Asılılıqdan qurtulmaq o demək deyil, yəni ola bilər sən sevməyə davam edirsən o insana, amma asılılıqdan çıxırsan. Çünki asılılıq səni də məhv edir əslində, o insanıdır. Asılılıq varsa münasibətdə ikisi də məhv olmağa gedir insanlar. Mənəvi olaraq çökürlər. Psixoloji çökürlər, emosional, fizioloji da get-gedə çökür insan. Çox şeylər baş verir. Olur ki, asılılıq gedir, sevgi də qalmır. Qalmır deyəndə ki, sevgi çünki yox idi, ancaq asılılıq idi. Olur ki,
sevgi qalır, amma asılılıq gedir. Yəni bir insan mənə lazımdır, sevirəmsə, amma orada mən zərər görürəmsə, və burada insan deməməlidir özünə ki, məndən asılı deyil, bacarmıram. Bacarırsan. Sadəcə sən bunu denəməyə qorxursan. Sən sadəcə getməyə qorxursan. Getib də orada davamlı olmağa gücün qorxursan ki, gücün çatmaz ona. Gücün çatmayanda mən neyniyərəm, mən yenə qayıdaram. Amma insan, o bilirsiniz necə bax məşq eləyəndə sən ağır bir, sən məşq zamanı, idman zamanı var da orada elə tutanda ağır nələrsə qaldırırsan, qanteli falan, hə? Moment olur ki, səndə bu getmir. Bir neçəsini güclə eləyirsən, zorla, düzdür? Və getdikcə, zaman keçdikcə, bax bugün 20 dəfə qaldıra bildinsə, gələn dəfə get-gedə 30 dəfə qaldırırsan, sonra 40 dəfə, necə olur, gücün artır. Bax, asılılıq da elədir. Sən get-gedə, yavaş-yavaş öyrəşirsən. Get-gedə sənin üçün yüngülləşir, asanlaşır və bir də görsən ki, hə, asılılıq öz gücünü itirdi. Bu mənim öz necə deyim sizə, yaralı yerimdir mi deyim, mənim ən belə çətin, ən çox əmək sərf etdiyim yerimdir özümdə, emosional asılılıq. Çox əmək sərf etdim, zaman sərf etdim, biliyimi, enerjimi, nələr deyim də, bilmirəm, nələrsə yenə var orada tapıb deyə bilərəm. Ona görə bunun üzərində də çox qaldım, danışdım. Amma ki, asılılıqdan qurtulmaq, hər bir həyata ikinci dəfə gəlirsən. Hər bir bu dünyaya ikinci dəfə gəlirsən, tam həyatı başqa cür hiss eləyirsən, qavrayırsan, başqa cür qavrayırsan bu dünyanı, bu həyatı ondan. Çox gözəl bir şeydir, çox gözəldir asılılıqdan qurtulmaq. Hər bir nağılda başlayırsan yaşamağa. Təzə-təzə elə hiss eləyirsən və qorxursan ki, ayıl çıxıcı əlimdən. İndi yenə mən əvvəlkinə qayıdaram. O qorxu olur. Nevrozdan qurtulan insanlar, o KP-dən, panik atakdan, asılda. O bütün insanlarda hamısını müşahidə edirəm. Deyirlər, birdən qayıdaram, birdən sonra yenə gəldi. Sonra yenə mən qorxuram, bax yaxşıyam artıq da, amma qorxuram yenə gələr. Bax bu olur. Bu qorxu insanda olur. Az-az zaman balaca sənə qayıda bilər. Əsas sən artıq ondan necə qurtulmağı bilirsən və o cür güclü şəkildə heç vaxt dəyə gəlmir. Heç vaxt o cür, sən artıq bundan çıxdınsa, sənə qismən gələ bilər stresli dönəmlərində, həyatın çox ağır dönəmlərində o həmin şeylər gələ bilər, amma sən onlara artıq, səndə immunitetin var artıq, səndə müqavimətin var artıq, sənin biliyin var, sən bilirsən bununla nə eləyəsən. Bir var, əvvəl kör-köreydin, bilmirdin nə eləyəsən, nətər eləyəsən və dağılıb gedirdin. Bir var, sən dağılmışdın açansa, toparladın özünü. Toparlanmış insan təzədən dağılanda onu bərpa eləmək çox asandır. O heç nədir. O hər bir insan üçün sadəcə biləsən ki, mən bunu eləyə bilmişəm zamanında. Artıq o vəziyyətdə deyiləm. Artıq o cür dağılmış biri deyiləm mən. O haçansa eləydim. Neysə, çox danışdım.